Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb. Kanal 10 TV Azərbaycan reporta istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında Katih kəndi ərazisində qeydə alınıb. Belə ki, Hyundai, Kia və Toyota markalı avtomobillər toqquşub, nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var. Hadisə zamanı Hyundai markalı avtomobilin sürücüsü Horsova Məryəm Kamil qızı, Toyota markalı avtomobilin sürücüsü Mütəllibov Rəşad Yaşar oğlu və sərnişini Məmmədova Pərvanə Zahid qızı ölüb. Qəza zamanı Toyota'nın sərnişini Mütəllibov Yaşar Mahama Rəsul oğlu və Hyundai markalı avtomobilin sərnişini Soltanov Şərif Siracəddin oğlu xəsarət alıb. Motoru sürtüyor. Faktla bağlı araşdırmalar aparılır.